Salam, dəyərli izləyicilər. İndi sizə 2 may 2026-cı il tarixində keçirilmiş Respublika Fənn müsabiqəsinin 7-ci sinif üzrə riyaziyyat suallarının izahını verəcəm. Başlayaq ilk suala. İlk sualımız belədir. Mavi qutuların hər birində üzərlərində yazılan sayı top var. Qırmızı qutu isə boşdur, deyir. Qırmızı qutu isə boşdur. Elbrus bu ədədlərdən qarşılıqlı sırada olmayanları 2-2 qruplaşdırır. Daha sonra o qruplardakı hər bir qutudan həmin qrupdakı 2 ədədin əbubu qədər topu götürüb qırmızı qutuya atır. Ən sonunda qırmızı qutuda neçə top olar? Deməli, əvvəlcə qutunun üzərində yazılan ədədləri sıra qruplarına lazımdır. 72 bizə verir 2-nin kubu, 3-ün kvadratı. 91 bizə verir 7 üstü 1, 10 üstü 1. 143 bizə verir 11 üstü 1, 13 üstü 1. Sonra 150. 150 6 vur 25 deməkdir. Yəni 2 üstü 1, 3 üstü 1, 5 üstü 2. Buradan da görünür ki, qarşılığı sırada olmayanlar 72 ilə 150'dir. 91 ilə də 91 ilə də 143. Bunlar qarşılıq sırada deyil, yürürlərlə. Deməli, əbob 72, 150. Baxırıq. Əbob ortalara baxmaq lazımdır. Ortalarından ikilik qüvvət. Baxın, 2-nin kubu buradadır, 2 üstü 1 buradadır. İkisi 2'dir. 3'ün kvadratı buradadır, 3 üstü 1 buradadır. İkisi 3'dür. Yəni 3 üstü 1'dir. Bu oldu 6. Sonra keçir digərlərinə. Əbob 91, 143. Baxırıq, ortaları 13 üstü 1'dir. 13 üstü 1, yəni 13 olacaq. Deməli, üzərində 72 və 150 olan, 72 və 150 olan hər bir qutudan 6 dənə götürüb qırmızı qutuya qoyacaq. Yəni 12-nə gəldi bura. Sonra üzərində 91 və 143 yazılan qutulardan isə 13 götürəcək. Hər birinə 13 götürsə toplam 26 götürmüş olacaq. Onda qırmızı qutuda 12-nin 26-nın cəmi 38. 38 dənə top olacaq bu şəkildə. İkinci sual. Gülay 50 sm uzunluğunda bir məftilin hamısından istifadə edərək tərəfləri tam ədəd olan bir düzbucaqlı düzəldir. Düzbucağın tərəflərini göstərən ədədlər qarşılıqlı sırada deyil. Buna görə də bu düzbucağın sahəsi ən çox neçə kvadrat santimetr ola bilər deyir. Baxın, məftilin hamısından istifadə edib. Yəni, qıraqda heç nə qalmır. Bu deməkdir ki, məftilin uzunluğu düzbucağın perimetrinə bərabərdir. Yəni, bura A desəm, bura A desəm, bura B desəm, 2 vurulsun A plus B bizə verəcək 50'ni. Buradan çıxır ki, A plus B bərabər neçə? 25. İndi deyir ki, tərəfləri qarşılıqlı sırada deyil. Baxın, 1 ilə 24 götürsəm, bu qarşılıqlı sıradadır. 2 ilə 23 götürsəm, yenə qarşılıqlı sırada. 3 ilə 22 götürsəm, qarşılıqlı sırada. 4 ilə 25 götürsəm, qarşılıqlı sırada. Sonra 5 ilə 25 götürsəm, 25 deyirəm, 5 ilə 20. Bunlar qarşılıqlı sırada deyil. Artıq bunları götürə bilərik. 5 ilə 20. Sonra 6, 19 qarşılıqlı sırada. 7, 18 qarşılıqlı sırada. 8, 17 qarşılıqlı sırada. 9, 16 qarşılıqlı sırada. Sonra gəlir növbəti götürüşlər. 10, 15. Bunlar qarşılıqlı sırada deyil. Bunları da götürəcəyik. Sonra 11, 14. 11, 14 qarşılıqlı sırada. 12, 13 qarşılıqlı sırada. Burası təkrarlanacaq artıq. Deməli, qarşılıqlı sırada olmayanlar 5 ilə 20 idi. Bir də 10-dan 15'dir. Burada saha bizə verir 100'i. Burada saha bizə verir 150. Sahanın ən böyük qiymətini soruşduqda cavabımız olacaq burada 150, yəni B variantı.
Üçüncü sual və sualımız belədir. Aşağıdakı torbaların hər birinin üzərində içlərindəki buğda dənələrinin sayı yazılmışdır. Bu torbaların içindəki buğda dənələrinin sayına görə düzgün müqayisəsi hansıdır? Düzgün müqayisəsi. Burada baxırıq A torbasına birinci. Buğda dənələrinin sayını verib 32 üstü 5 verib. 32-ni yazıram 2 üstü 5. 10 da üstü 5. Olacaq 2 üstü 25. İkincisi B torbasına baxırıq. Verib 4 üstü 11. 4'ü yazırım 2'nin kvadratı. 10 da üstü 11. Olacaq 2 üstü 22. C torbasını 64 üstü 4 verib. 64 2 üstü 6 demək. 2 üstü 6 10 da üstü 4. Olacaq 2 üstü 24. İndi baxırıq. Əsaslar hamısında 2'dir. Əsas eyni olduğu üçün qüvvətlərə baxmalıyıq. Qüvvəti böyük olan daha böyük olacaq. Deməli, A ən böyüdür. A C'dən böyükdür, o da B'dən böyükdür. AC, o da B'dən. Doğru cavabımız D variantı. Növbəti sual. Sevda 4 kartın hər birinin bir üzərinə birdən fərqli bir natural ədəd yazır. Sevda 4 kartın hər birinin bir üzünə birdən fərqli bir natural ədəd yazır. Daha sonra o bu kartlardan ikisini şəklə kimi tərs çevirir. Tərs. Bu kartlardan istənilən ikisi seçildikdə üzərində yazılan ədədlər qarşılıqlı sada olur. Buna görə tərs çevrilmiş kartlarda yazılanların cəmi neçə ola bilər? Deməli, baxın 4 dənə kart var. İstənilən ikisini birbirinin qarşılıqlı sada edir. İstənilən ikisi. Bunun üçün ən rahat yolu nədir? 24 ilə 64'ü vurgulara ayırmaq. 24 bizə verir 2'nin kubu 3 üstü 1. Bu da bizə verir 5 üstü 1, 13 üstü 1. Deməli, digər kartların üzərindəki ədədin sıra vurguları 2, 3, 5, 13'dən ibarət ola bilməz. Çünki onda qarşı sada olacaq. Qarşı sada olmayacaq. Ona görə də baxın, ən kiçik soruşduğu üçün və birdən fərqlidir bir də. 1 götürə bilmərik, 2, 3 götürə bilmərik, 4 götürə bilmərik, 5 götürə bilmərik. Birincisi olacaq 7. Çünki burada 7 yoxdur. 7. 8 ola bilməz, 9 ola bilməz, 11 ola bilər. Bir də 11. 7 ilə 11'in cəmi də bizə verəcək 18. Doğru cavabımız C variantı. 5-ci sual. Sual belədir. AB YF paralel verib, o da CD paralel deyir. Bucaq ABK 150 dərəcə, DCK 70 dərəcə və BKC YKC bucağına bərabərdir. Bizdən FYK bucağını soruşur. Mən burada AB düz xəttini uzadıram bu şəkildə. Yəni, tam timdən uzada bilmədik. Deməli, elə uzatdırıq ki, həmin bu xətt yenə YF və CD paralel olacaq. Bura 150 isə vuracaq 30 dərəcə. 30 dərəcə. Bura 70 olduğu üçün burada olacaq 70 dərəcə. Bura mən alfa desəm, alfa ilə 30'un cəmi xarici bucaq 70'i verəcək. Deməli, alfa olacaq 40 dərəcə. Alfanın tapdıq 40 dərəcə. Deməli, bura olacaq 40 dərəcə. Burada tapdıq 40 dərəcə. Eyni zamanda burada uzadıram. Bura x isə burada x. İndi yenidən daxili bucağın cəmi, iki daxili bucağın cəmi 40 dərəcə ilə 70 dərəcəni toplasaq, onlara qonşunun xarici bucağı, yəni x verəcək. X olacaq 110 dərəcə. Yəni 3 bucağın istənilən iki daxili bucağın cəmi onlara qonşunun xarici bucağını verir. Bu xassədir, xarici bucağın xassəsi. 6-cı sual. Deməli, A birləşir B çoxluğun element sayısının 10'a nisbəti bərabərdir A-nın element sayısının 6'ya nisbəti, o da bərabərdir birləşmənin B-nin element sayısının 7'ya nisbəti. Və kəsişməni də verib 9 elementi var deyir. Bizdən soruşur A ilə B-nin fərqli element sayısı ilə B ilə A-nın fərqli element sayıları cəmini soruşur. Bu tip soruları yazmaq üçün rahat Venn diaqramıdır. Venn diaqramı.
Deməli, A çoxluğu B çoxluğu götürəcəyik. Kəsişməyə 9 deyirəm. İndi bu nisbətlərə bir dənə K desəm, deməli, birləşmə olacaq. Birləşmənin element sayısı olacaq 10K. A-nın element sayısı olacaq 6K. B-nin də element sayısı olacaq neçə? 7K. A-nın element sayısı 6K-dırsa, deməli, bura olacaq 6K çıx 9. B-nin element sayısı 7K olduğu üçün burada olacaq 7K çıx 9. Şimdi bunların cəmi 6K çıx 9 plus 9 üstəlik 7K çıx 9 bizə verir birləşməni. Onda bizə verir neçə? 10K. 10K-ya bərabər verir. Sol tərəfdə 13K çıx 9 alınır. Bərabər 10K-ya. Buradan görünür ki 3K'mız 9 olmalıdır ki doğru bərabərlik alınsın. K da olacaq neçə? K3. K3'dür. K3 olduğu üçün A çıx B bura deməkdir. A çıx B. Burada B çıxadı. K3'dür. K3 olduğu için A çıx B element sayısı 9'dur. B çıxan element sayısı 12'dir. Bizden onların cəmini soruşur. 9'dan da 12'ni toplayanda nəticə 21. Doğru cevabımız burada C variantı. Növbəti sualımız. Aşağıdakı sütunlu diaqramda satıcının gün ərzində satdığı meyvələrin miqdarı faizlə verilmişdir. Satış miqdarı. Ümumilikdə 200 kiloqram alma, armud, banan. Günün sonunda geriyə 36 kiloqram alma və 15 kiloqram armud qalır. Buna görə satıcı bir gündə neçə kiloqram banan satmışdır? Deməli, nə edəcəm burada? Ümumi almaya deyirəm X. Armud olsun Y. Banan da olsun Z. İndi baxırıq ki, almanın 60% satılıb. Və geriyə isə deyir ki, 36 kiloqram qalıbdır alma. 60% satılıbsa, deməli 40% qalıb. Burada 40% deməkdir. Yəni almanın 40%-i qalıb. Bunu yazaq. O da deyir 36. Deməli X bərabərdir. Buradan çıxır 90. Deməli başlanğıcda alma nə imiş? 90 kiloqrammış. Armudun 80%-i satılıb. Deməli 20% geriyə qalıb. 20%. Deməli 20%-i qalıb. Onu da bizə verir neçə? 14. Buranın Y bərabər alınır 70. İndi baxaq, toplam neçə eləyir? Toplam 160. Ümumilikdə 200 olduğu üçün deməli bananın kütləsi olacaq 40. İndi baxaq, bananın da 40%-i satılıb. 40%-i satılıb. Deyir neçə kiloqram banan satmışdır? 40-ın 40%-ni tapacaq. 40 olsun 40 bölü 100. Olacaq neçə? 16. Deməli 16 kiloqram banan satmışdır toplam. 8-ci sual. Olduğuna görə verən ifadanın qiymətini soruşur. Buna mən bir X desəm, tərəfə toplarsam 1 bölünsün A plus 4 ilə A plus 3 böl A plus 4'ü toplayacağım. 1. Üstəgəl 2 bölünsün B plus 5 ilə B plus 3 bölünsün B plus 5 toplayacağım. Bərabər 7 plus X. İndi birinci mütərizədə orta məxrəc A plus 4'dür. A plus 4. Sözləri toplarsam alacaq A plus 4. İkinci mütərizədə də orta məxrəc ilə B plus 5'dir. Sürətləri toplarsam yenə B plus 5 alınır. Bərabər 7 plus X-ə. 1 plus 1 bərabər 7 plus X. 2 bərabər 7 plus X-ə. X-imiz olur neçə? X-imiz olur -5. Yəni doğru cavabımız burada -5'ə bərabərdir. Yəni A variantı. Sonra burada duzluluğu 6x faiz olan 30 litr məhlula duzluluğu x faiz olan neçə litr məhlul əlavə edilməlidir ki, alınan yeni məhlulun duzluluğu 2x faiz olsun. Deməli 30 litrin 6x faizi duzdur. Duz.
Duzluq x faydalı neçə litr? Neçə litr deyirsə burada mən y deyəcəm. Y. Deməli y-in də x faizi duzdur. İndi mən bunları qarışdırsam, 30-dan y qarışdırsam, qarışıq. Yəni qarışığında deyir ki 2x faizi duzdur. 2x faizi duzdur. Yine duz. Əvvəl ayrı-ayrı idi, indi birləşdirdik. Deməli bunların cəmi yenə sonucu verməlidir. Hər birini mən 100-ə vursam, 30 vur 6x, y vur x, y plus x vurulsun 2x. Şimdi burada y plus 30 yazmalıyım. Y plus x yazmışım. Y plus 30. Şimdi her birini ben burada x'e bölsem, x'e bölsem 180 üstə gəl y bərabərdir. Deməli 2y üstə gəl neçə? 60. Buradan alınır ki y bərabərdir 120. Yəni y 120'ye bərabər. Doğru cevabımız olacaq D variantı. Növbəti sualımız. AB'nin A plus B nisbəti verib 8. Bizdən soruşur ABC'nin AB plus AC plus BC nisbəti 6 verib C'ni soruşur. A plus B. A plus B. İndi baxaq. Burada C'ni çıxarsa A plus B alınır. Sürətə A yazsaq sürətdən AB'ni tapsaq AB olacaq 8 A plus B. Gətir burada yenə yazsaq AB'nin yerinə. Məxrəcdə burada C'ni çıxarsaq A plus B alınır da. A plus B. C'ni çıxarsaq A plus B alınır. Başqa bir yolla da yazmalılar. Başqa yolla da deyim. Yəni, buna da yazma olur. Daha digər yolunu deyəcəm. O da rahat görünür mənimə görə. Bunların tərsini yazırıq. Tərsini yazanda A plus B'nin AB'yə nisbəti bərabər 8'də 1. Bu nə deməkdir? Məxrəcə bölsəm hər birini 1 bölünsün B, 1 bölü C olacaq 8'də 1. Digərlərin tərsini yazsam AB, AC, BC bölünsün ABC bərabər 6'da 1. Hər bir məxrəcə bölsəm 1 bölü C, 1 bölü C. Sonra 1 bölünsün B, 1 bölünsün A. Bərabər olacaq 6'da 1. Mən burada C yazmışam. Burada A'dır. İndi baxırıq. Bu ikisinin cəmini burada verib. 1 bölü C üstə gəl 8'də 1 bərabərdir 1 bölü 6. Hər birini 24'ə vursam 24 bölü C üstə gəl 3 bərabər 4'ə. Hər birini 24'ə vurdum. 24'ün C nisbəti bərabərdir 1. C də alınır burada neçə? 24. Doğru cavab D variantı. 11-ci sual. Və sual belədir. ABC natural ədədlərdir. B kvadrat bərabərdir AC və ABC hasildə 216 olarsa, AB və C ədədlərinin ən kiçik ortaq bölünəninin ala biləcəyi müxtəlif qiymətlərin cəmi neçədir? İndi AC-ni bizə verir B kvadrat. Burada yerinə yazsaq, alınacaq B kub bərabərdir 216. B alınacaq 6. B 6 ise onda AC hasildə neçə olacaq? 36. İndi ABC natural ədədlərdir deyir. Deməli, indi baxaq. Burada yazaq. AC hasili burada verir bunusda. AC hasili burada verdiği için altından yazıram. AC. B dəyişməz. B dəyişməz. B 6'da olsun. Hər variantda B 6'da. AC hasili 36 ise 1, 36 ola bilər. Burada əküb yazıram. Qabalana əküb. Çünki ən ki orta bölünən deyir. Əküb 36 oldu hal-hazırda. Sonra 2, 18, 6. Əküb olacaq 18. 3, 12, 6. Əküb olacaq 12. 4, 9, 6. Əküb olacaq 36. Müxtəlifdir. Deməli bunu götürməyəcəyik.
Sonra 4'dən sonra gəlir 6, 6, 6, əküb 6. Qalanları artıq burası təkrarlanacaq. Deməli, bunların cəmini bizdən soruşur. Bunları toplasaq 36, 18, 54, 66, bu da 6, 72. Doğru cavabımız olacaq C variantı. 72'ye bərabər. 11-ci sual. 213 mm uzunluğundakı zolaq 8 bərabər hissəyə bölünür. Əldə edilən hissələrlə şəkildəki kimi kvadrat formalı bir çərçivə düzəlilir. Buna görə çərçivənin daxilində qalan rəngsiz hissənin sahəsi neçə millimetr kvadrat olar? Burada baxırıq ki, deməli çərçivənin bir tərəfinə də 2 dənə həmin hissədən ibarətdir. Deməli 213'ü bölürəm 8'ə. Bir dənə hissənin uzunluğu verəcək. Bizə 2 dənə lazımdır. Bunu vuracağım 2'yə. 213 8'den 2 x alınır. Bölünsün 4. 213 böl 2'nin kvadratı. Olacaq 211 qüvvətlər çıxılacaq. Hissənin sahəsi kvadratdır. Kvadratın da sahəsi tərəfin kvadratıdır. 211'in kvadratı. Olacaq 222. En rahat sual verdim budur. Cevap D variantı. Növbəti sual. Mikail və Torunun indiki yaşlar nisbəti 5'te 3'tür. X yıl sonra onların yaşlar nisbəti aşağıdakilərin hansı ola bilməz? Yaşlar nisbəti 5'te 3 ise deməli 3 A'nın 5 A'ya nisbəti olacaq da bu şəkildə. X yıl sonra 3 A plus X 5 A plus X olacaq yaşlar nisbəti. Bərabər ilə birinci 11'də 6'ya. Gör nə baş verir burada? 33A üstəl 11x və 30A üstəl 6x. 3A bərabər alınır. Burada mənfi 5x-ə. Baxın, burada deyir ki, x ifadəsi və yaş natural ədədlərdir. X də yaşlar natural ədədlərdir. Ona görə bu hadisə baş verə bilməzlər. 3A mənfi 5x. Yəni, biri müsbət, digəri mənfi ola bilməz. Yəni, bərabərlik doğru deyil. Buna görə cavab elə A variantıdır. Bərabərlik doğru olmadığı üçün ola bilməz. Deməli, 14-cü sual. 400 natural ədədin hasili 400'dür. Bu ədədin cəmi aşağıdakilərin hansı ola bilməz? 400 dənə natural ədədin hasili 400'dürsə, deməli, bu ədədlərin əksəriyyəti 1'dir. Yəni, əksəriyyəti 1 olmalıdır ki, hasili 400 olsun. Cəmin əksiz qiyməti soruşduğu üçün vuruların maksimum dərəcədə kiçiltmək lazımdır. Maksimum dərəcədə kiçiltmək. 400 özü nə deməkdir? 400 özü. Vurulara ayırsaq onu deməli 16 vur 25 deməkdir. 2 üstü 4 5 üstü 2 5 üstü 2. Deməli maksimum dərəcədə vuruları kiçiltdik. Bu şəkildə götürdük. Deməli 4 ədəd 2 götürsək 2 ədəd 5 götürsək 5 2 ədəd 5 deməli 2 ədəd 5 6 ədəd deməli 394 ədəddə 394 ədəd neçə olacaq? 394 ədəddə 1 götürəcək 1. 4 ədəd 2 isə deməli cəmləri 8 olacaq. Burada 10 olacaq. Burada cəmləri 394 olacaq. Bunları toplasaq minimum neçə olur? 412 olur. Deməli ən azı 412 olduğu üçün 402 ola bilməz. Doğru cavab A variantı. 15-ci sual. Sual belədir. ABC 3 rəqəmli ədədində B rəqəmi A ilə C-nin cəminin 40%-nə bərabər olarsa, belə ədədlərə qızıl ədədlər deyilir. Buna görə neçə belə qızıl ədəd yazım olar? Deməli, B rəqəmi A ilə C-nin 40%. Deməli, A ilə C-nin cəminin 5'te 2 hissəsi 40% 5'te 2 deməkdir. Yəni, bizə B-ni verir. Yəni, buradan görünür ki, A plus C 5 ola bilər. 5. A plus C neçə ola bilər sonra? 10 ola bilər.
Bir A plus C 15 ola bilər. 20 ola bilməz. Çünki 2 rəqəm cəmi 20 ola bilməz. A plus C 5-dirsə, onda ola bilər 1, 4, 2, 3, 2, 3, 3, 2, 4, 1, bir də 5, 0 yaza bilərik. Amma 0, 5 yaza bilmərik. 0, 5 yaza bilmərik. Çünki birinci rəqəm A'dır. A plus C cəmi 10-dursa, 1, 9, 2, 8, 3, 7, 4, 6, sonra 4, 6'dan sonra gəlir 5, 5, 5, 5, 6, 4, 7, 3, 8, 2, 9, 1. Cəm 15-dirsə, 6, 9, 7, 8, sonra 8, 7 yaza bilərik. Bir də 9, 6. Gəlin sayaq. Deməli 4 dənə burada. 4, 4 burada, 8, 8, 5 də burada. 5 də burada. 13, 5 də burada, 18. Deməli doğru cavabımız burada 18-ə bərabərdir. Növbəti sualımız. 1-dən 100-ə qədər olan bütün natural ədədlər lövhəyə yazılıb. Bu ədədlərdən elə bir altı çoxluq seçilir ki, bu seçilən çoxluqdakı istənilən ədədin cəmi 3-ə tam bölünmür. Bu açıqlıq ən çox neçə elementdən ibarət ola bilər? Baxın, istənilən ikisi 3-ə bölünmür. Deməli, 3-ə bölünən ədədləri hamısını silmək lazımdır, götürmək lazım deyil. Yəni istənilən ikisi torbada ola bilməz. Birinci 3-ə bölünənləri qıraqda salırıq. Birinci, indi baxaq. 3-ə bölündə qalıq 1 olan. Qalıq 1. Qalıq 1 olanlar hansılardır? Elə 1-in özü. 4, 4, sonra 7. Ən sonuncu neçədir? 100-dür. 1-ə böləndə, 3-ə böləndə qalıq 1-dir. İndi bunların sayını tapaq. 100-dən 1-i çıxırıq. Bölürük artış miqdarına 3-ə plus 1. 34 ədəd. İndi qalıq 2-ni verənlərə baxaq. Qalıq 2. 2, 5, 8, 98. İlk sayı tapaq. 98-dən 2 çıxırıq. Bölü 3 plus 1. 33 ədəd. Artıq qalıq 0 olanlar bölünəcək. Ən çox hal-hazırda neçədir? Budur. Deməli, bunu götürmək lazımdır. İndi burada nəyə fikir vermək lazımdır? Bu bölünməyən ədədlərin yanına bir dənə bölünən, 3-ə bölünən bir ədəd tullansaq, yəni problem olmayacaq da, istənilən ikisi 3-ə bölünməyəcək. Cəmi 3-ə bölünməyəcək. Ona görə cavabımız o zaman nə? C variantı. 35. Yəni 34 dənə ədədin yanına 3-ə bölünən hər hansı bir ədəd yazsanız, cəmi onsuz da ikisinin cəmi onsuz da 3-ə bölünməyəcək. İstənilən ikisinin cəmi. Növbəti 17-ci sual. X, Y, üstəgəl 3x çıx 2y bərabər 10 tənliyin tam həllər cütlüyünün sayını tapın. Tam həllər. Deməli, mən nə edəcəm burada? Əvvəlcə buradan y çıxardan mütərizə xaricinə. Qalır x çıx 2. Bərabərdir. 10 çıxılsın 3x. Y-imiz nəyə bərabərdir? Y-imiz bərabərdir. 10 çıx 3x. Bölünsün x çıx 2. Sürəti belə yazıram. Sürəti yazıram. 3 vurulsun, hətta mənfi 3. Mənfi 3 vurulsun, x çıx 2 yazıram. Mənfi 3, mənfi 2-yə vuranda müsbət 6. Plus 4 yazmalıyam ki, verirsin mənə onu açanda. Bölünsün x çıx 2. Bu da bərabərdir. Hər biri məxrəcə bölsən. Bunu məxrəcə böləndə alınır mənfi 3. Digərini məxrəcə böləndə 4 bölünsün x çıx 2 olacaq. Deməli, 4 x çıx 2-yə bölünməlidir ki, nəsə tam olsun. Deməli, İrilərin sayı 4-ün bölündüyü tam ədədlərin sayı qədər olacaq. Deməli, x çıx 2-nin yerinə müsbət mənfi 1 yaza bilərik, müsbət mənfi 2 yaza bilərik, bir də müsbət mənfi 4 yaza bilərik. Yəni, 4-ün bölündüyü tam ədədlərin sayı bu qədər olacaq. 6 deməli. Tam ədədlər cütlüyü olacaq 6. Doğru cavab bizə D variantı. 6-ya bərabər olacaq. 18-ci sual. Deyir, bir səbətdə alma, armud və heyvə olmaqla 3 növ meyvə var. Səbətdən təsadüfən 100 meyvə götürsək, bunların içərisində hər 3 meyvədən olacağı dəqiqdir.
Bu səbətdə ən çox neçə meyvə ola bilər? Ən çox. İndi maraqlıdır. Deməli, sayı baxırıq, hamısı 140-dan yuxarıdır. Deməli, ən azı hər bir meyvədən 40 neçə dənə də var. Burada əgər 1-2 meyvədən, məsələn, alma, armud, hər ikisindən 50-50 desəm, 50-50 desəm, 100 dənə götürsəm, alma, armud götürmüş olacağam, amma heyva olmayacaq. Deməli, mən bunu azaltsam, 50-49 desəm buna, 50-49 desəm buna, 50-49. Artıq 99-dan götürəndə alma, armud götürmüş olacağam. Artıq 100-cü meyvə olacaq heyva. Deməli, artıq burada mən 49 deyə bilərəm. 49. Deməli, bu ikisi eynidir. Baxın. Bax, bunları götürsək, 98 dənə meyvə götürmüş olacağam. 2-ni də buradan götürsəm, artıq hər üçündən olacaq yenində. Deməli, cavabımız olacaq bunların cəmi. Bunların da cəmidir 148. 148-ə bərabər. 19. Düzbucaqlı formasında olan bir əkin sahəsinin enini 1 metr artırıb, uzunluğu 1 metr azaltsaq, sahəsi 2024 kvadrat metr artar. Buna görə bu əkin sahəsinin enini 1 metr azaldıb, uzunluğu 1 metr artırsaq, sahəsi necə dəyişər? İndi əvvəlcə burada düzbucağı çəkirəm. Enini A deyirəm, uzunluğuna B deyirəm. Sahəsi A vur B'dir hal-hazırda. İndi ki, sahəsinin enini 1 metr artırıb, uzunluğu 1 metr azaltsaq. Deməli, enini 1 metr artırıb deyir. Deməli, A plus 1 olacaq. Uzunluğu da 1 metr azaltsaq. B çıx 1. Deməli, bu olur yeni sahə. Deməli, bu bərabərdir nəyə? A vur B üstəlik 2024. Əvvəlki sahə artacaqdır. 2024 kvadrat artır. İndi yazaq. Sol tərəfini açısını yazsam, AB çıx A plus B çıx 1. Və AB üstəlik 2024. AB-lər gedir. B çıx A bərabər 2025. B çıxanı tapıb 2025. İndi bizə deyir ki, bu əkin sahəsinin enini 1 metr azaldıb. Enini 1 metr azaltdım. Uzunluğu 1 metr artırsaq, uzunluğu 1 metr artırdım. Sahə necə dəyişər? İndi baxaq, vurub açaq. AB üstə gəl A çıx B çıx 1. Bu da bərabərdir. AB çıxırsa bunu belə yazıram. B çıx A, B çıx A. Plus 1 yazıram. B çıxanı tapmışıq. Bu da olacaq AB çıxasın. B çıxanın qiyməti burada yeni yazsaq 2026. Baxın, sahə AB idi. İndi isə AB çıx 2026-dır. Deməli, sahə 2026 kvadrat metr necə azalacaq? Doğru cavab D variantı. Növbəti sual. 20-ci sual. Deyir ki, Cavid və ilə Nicat arasında 201 addımlıq məsafə var. Cavid ilə Nicat arasında 201 addımlıq məsafə var. Cavid hər cəhddə Cavid hər cəhddə 4 irəli, 4 qabağa, 2 isə geri. Nicat isə 2 irəli, 1 geri addım attır. Onların addımlarının uzunluqları eyni olduğuna görə Cavid və Nicat qarşılaşdığı andan ümumilikdə neçə addım atmış olacaqlar? Cavid və Nicat eyni vaxt hərəkətə başlayırlar və hər ikisi bir cəhdini irəli-geri addımlarını eyni müddət ərzində tamamlayırlar. İndi baxaq. Deməli, buradan çıxır ki, 6 addım bu atmış olur. 6 addım toplam. 6 addımda 2 addım qabağa gedir. 2 addım. Nicat isə toplam 3 addım atır. 3 addım. Deməli, bu nədə gedir qabağa? 1 addım qabağa gedir. 1 addım. 1 addım qabağa gedir. Hər 3 addımda. Deməli, ilk cəhdə 3 addımlıqdır da. 3 addımlıq. 201 addım. 201 addım 3'e bölündü 67. 67. Ama burada diqqətli olmaq lazımdır. 201.
İndi 201 addım. 65 götürsəm, 65 götürsəm, 65-i 2-yə vururam. Bir də 65-i 1-ə vuracam. Yəni nə alınır burada? 65-i 2-yə vuranda 130 verir. 61-i 1-ə vuranda 65 edir 195. 195. İndi artıq 195-dir. 195 olanda yəni ki 201 addım daxı. Artıq qalıb neçə addım bizdə? Bizdə qalıb burada 6 addım. 6 addım. Artıq 6 addım. Bu da 4 addım qabağa. Bu da 2 addım qabağa gedəndə artıq 201 tamamlanır. Deməli 65 addımdır hal-hazırda. 65. Deməli indi ümumi neçə addım? Ümumi 65-i 6-ya vuracağıq. 65-i 6-ya. Sonra bir də 65-i vuracaq nəyə? 3-ə. Çünki 3 addım da bu artır. Toplam bütün adımların sayını soruşur. İndi görə burada nə baş verir? 6 vur 65, 3 vur 65. 6 dəfə 65. Deməli 65-i belə deyim, 9-a vuraq. 9-a vuraq toplayanda elə ki 65 ortaya vuruldu. 9 dəfə 5, 9 dəfə 5. Bizə verəcək 45. 4 yadda. 9 6 54, o da 4 58. 585 addım. 585 addım. Sonraki 6 addım da üzerine gelecek. Olacak 591 addım. Doğru cevabımız B variantı. 21. sual. Deyir ki, aşağıdaki 12 kart verilmiştir. İbrahim bu kartlara soldan sağa doğru artan sırayla ardıcıl ikiləgəmli natural ədədlər yazır. İkiləgəmli. Onun yazdığı ədədlərdən yalnız ikisinin natural bölənlərin sayı tək ədəddir. Yalnız ikisinin. İbrahim bu kartlara yazdığı ən böyük və ən kiçik ədədlərin cəmi ən az neçədir? Deməli, deyir ki, onun yazarların yalnız ikisinin natural bölənlərin sayı tək ədəddir. Deməli, natural bölənlərin sayı təkdirsə, deməli, həmin ədəd tam kvadratdır. Tam kvadrat. 10-la başlasaq, 12 olduğu üçün bura sonuncu olaraq neçə? Sonuncu olaraq 21. 21. Bu da natural tam kvadrat olan ədəd sadəcə 16-dır. Bunu dəyişəcəm. Deməli, 14 yazsam, 14. 14. Olacaq burada 25. İndi baxaq. 25. 14, 25 yazsaq, 14-dən başlasaq. 13-dən başlasaq 24. Tam kvadrat yine 16 olacaq. 14-dən başlayanda artıq 16-dan 25 var burada. 16-dan 25. İndi baxaq. Elə bu ödəyir. Bəli, elə bu ödəyir. 14-dən 25'e. 25 tam kvadratdır. Bölən sayı təkdir. Burada 16 var. 16'da nədir? Yine burada tam kvadratdır da. Natural bölən sayı təkdir. Deməli, ən kiçik hansılardır? Ən böyük də budur. 14, 25. Cəm olacaq 39. B variantı. Növbəti sual. Deyir ki, qutuda 15 yaşıl, 10 qırmızı top var. Yaşıl topların hər birinin kütləsi 5 qram, qırmızı topların hər birinin kütləsi isə 4 qramdır. Akif bu qutudan təsadüfən bir neçə top çıxarır. Çıxarılan topların kütlələrinin ədədi ortası 3/13, qutuda qalan topların ədədi kütlələrinin ortası isə 4/19'dur. Akifin çıxardığı qırmızı topların sayı neçədir? İndi burada nəyə baxmaq lazımdır? Çıxarılan toplara X ədəd deyim də. X. X dənə top çıxarılsın. X dənə top çıxarılsa əgər, deməli, çıxarılan X olsun. Qalan nə olacaq? Qalan olacaq 25 çıx X. Burada qalar. İndi deyək ki, çıxarılan topların kütlərin ədədi ortası 3/13'dür. Deməli, cəm olacaq. Cəm olacaq neçə? 3/13 X olacaqdır. Cəm 3/13 X. Qalan topların, qutuda qalan topların kütlərin ədədi ortası isə 4/19. Yəni 4/19 vurulsun 25 çıx X. Bunların cəmidir. Qalan topların. Ümumi cəmə baxaq. Ümumi cəm baxın. Başlanğıcda 15 yaşıldır. Yaşıl kütləsi nədir? 5'dir.
15 vurulsun 5. Üstə gəl. Üstə gəl. Qırmızı 10'dur. 10. 10'dan top var. Hər birinin kütləsi 4'dür. 10 vur 4. 10 vur 4. Deməli bunların cəmi elə buna bərabərdir. Deməli 75 115'ə bərabərdir. 115'ə. Hər birini 12'yə vursam, 12'yə vursam, 12'yə vuranda 4 vur 13 x eləyir burada. 12'yə vuranda deməli 3 vur 19 25 çıx x. Bərabərdə 12'yə vuranda 12 vur 115 yazıram. 115. Şimdi baxaq. 52x üstə gəl. Deməli 57 vur 25 çıxılsın 57x. Bərabərdə 12 vurulsun 115'ə. Bir nə baş verir buradan? 57 vurulsun 25 çıxılsın 5x. 12 vursun 115'ə. Hər birini 5'ə vursam 57 vur 5. Daha doğrusu 5'ə bölsəm 57 vur 5 çıxılsın x. 5'ə böləndə 12 vur 23. İndi 57'ni 5'ə vuranda 5 dəfə 7 35 285 çıxılsın x bərabərdir. 12'ni 23'ə vuranda 12'ni 23'ə vuranda 276 edir. Və buradan alır x 9. Deməli 9 dənə top çıxarılıb. 9 dənə top çıxarılıb. 9 top çıxarılıb. İndi bizdən soruşur ki, çıxarılan topların neçəsi nədir? Qırmızıdır. İndi ona baxaq. 9 top çıxarılıb. İndi isə obisinə baxamağa. 9 top çıxarılıbsa, deməli qırmızıların sayına mən A deyirəm. A. Qırmızıların sayına A deyirəm. Bu olsun. Ya da qırmızıların topuna da Q deyim də. Qırmızıların sayına Q deyirəm. Yaşların sayına Y deyirəm. Toplam 9'dur. İndi bizə deyir ki, çıxaran topların kütlənin ədədi ortası. Çıxaran topların kütlənin ədədi ortası. Nə demək ki, qırmızını nəyə vuracam? Qırmızını 4'ə vuracam. 4'ə. Yaşlarda 5'ə vuracam. Böləcəm 9'a. 9'a və belədir. İşte 13. İşte 13. Buna da çıxır ki, 4 dənə qırmızı, 5 dənə yaşıl, bərabər nəyə? 39. Bunu da 4'ə vursam, qırmızı soruşduğu üçün birbaşa 5'ə vuracam. 5'ə vuranda 5 qırmızı, 5 yaşıl, bərabər 45. Tərəf-tərəfə çıxsam, qırmızılar 5 qırmızı, 4 qırmızı, qırmızı eləyəcək. Yaşlılar getdi, bərabər 6. Deməli, cavab olacaq burada 6'ya bərabər. Doğru cavab C variantı. 23-cü sual. Uğur üzərində müəyyən ədədlər yazılan kartları şəkildəki kimi düzərək iki fərqli ardıcıllıq düzəldir. Hər iki ardıcıllığın ortaq ədədlərdən biri 604 B4 rəqəmli ədəddir. A-nın ala biləcəyi müxtəlif qiymətlərin cəmini tapın. Burada nəyə fikir veririk? Bunların üstə düşdüyü ilk ədəd 11'dir. 11. Və fərqə baxıram. Fərq burada 3-3 gedir. 3-3. Burada isə 4-4 gedir. Deməli, buradan çıxır ki, bunlar hər 12'dən bir üst-üstə düşəcək. Yəni 11, 23, 35, 35. Sonra 12 gəlsəm 47, sonra 59 bu şəkildə davam edəcək. Deməli, A ilə bir ədəddir ki, A ilə bir ədəddir ki. A deməyək, bu qutunun içindəki, baxın, üstə düşən rəqəmlər, ədədlərə birinə B deyim də. B də var orada, ya da C deyək. C. C elə bir ədəddir ki, yaxud da buna, yəni üstə düşən bu ədədlərə baxın. Buna C deyirəm. C elə bir ədəddir ki, 12'yə böləndə qalıq 11'dir. Qalıq 11'dir. Baxın, hər dəfə qalıq 11'dir. 12'yə böləndə qalıq 11 alınır. Hər dəfə. 12'yə böləndə qalıq 11'dirsə, deməli 3'ə böləndə qalıq 2 olacaq. 4'ə böləndə qalıq 3 olacaq. 4'ə böləndə qalıq 3. Deməli, A 34. B-nin yerinə 3 yaza bilərik. 4'ə böləndə qalıq 3. Bir də B-nin yerinə 7 yaza bilərik. 4'ə böləndə qalıq 3 olsun. 4'ə bölməni yazdıq. İndi keçirik 3'ə bölünmə. Rəqəmlərin cəminə baxırıq. A burada 2 ola bilər. 3'ə bölünməsi üçün.
5 ola bilər. Bir də 8. Burada baxaq. Burada deməli 1 ola bilər. 1. 1. Sonra 4 ola bilər. 4. Bir də 7. İndi burada cəm bizə verir neçə? Burada cəm bizə verir 15. Burada bizə cəm verir neçə? 12. 15, 12. Toplayanda bizə verir 27. Yəni doğru cavab burada 27-yə bərabərdir. Növbəti sualımız. Sual belədir. Deyir ki, şəkildə üzərində 5 bucaqlı və 6 bucaqlı var təsvir olunan futbol topu verilmişdir. Hər 5 bucaqlı 5 ədəd 6 bucaqlı ilə əhatə olunmuşdur. Hər 5 bucaqlı 5 ədəd 6 bucaqlı əhatə olunmuşdur. Oral bütün 6 bucaqların daxilinə 6, 5 bucaqların daxilinə isə 7 rəqəmini yazır. Ən sonunda topun üzərində olan bütün ədədlərin cəmi 204 olarsa, bu topun üzərindəki neçə 5 bucaqlı var? 5 bucaqların sayına B deyirəm, 6 bucaqların da sayına A deyirəm. İndi burada nəyə fikirmək lazımdır? Hər bir 5 bucaqlı, baxın 5 bucaqlı, 5 bucaqlı, hər bir 5 bucaqlı, baxın bir dənə 5 bucaqlı, bir dənə 5, bir ədəd 5 bucaqlı, baxırıq ki, bir ədəd 5 bucaqlı, deməli 1, 2, 3, 4, 5 ədəd 6 bucaqlının əhatə olunub. Ona görə də B ədədi 5 bucaqlı, B ədədi 5 bucaqlı, 5B ədəd 6 bucaqlı əhatə olunacaq. 5B ədəd 6 bucaqlı əhatə olunacaq. Yəni toxunan tərəflərin sayı 5 ədəd olacaq, 5B ədəd olacaq. Yəni hər bir 5 bucaqlı, hər bir 5 bucaqlı 5 ədəd 6 bucaqlı əhatə olunub. Deməli toxunan tərəflər, yəni ki, burada nədir? Birində 5 dənədirsə, B ədəd olduğu üçün, 5 ədəd olduğu üçün 5B ədəd olacaq. Sonra baxırıq, hər bir 6 bucaqlı isə, 3 ədəd 5 bucaqlı ilə əhatə olunub. A sayda 6 bucaqlı dedimsə, deməli 3A olacaq nə? Ümumi toxunan tərəflərin sayı. Bunlar da bərabərdir. Yəni 3A 5B-yə bərabərdir. 3A 5B-yə bərabərdir. Çünki toxunan tərəflərdir onlar hamısı. 3A 5B-yə bərabərdir. Sonra baxırıq ki, indi deyir ki, 6 bucağın daxilinə 6, 7 bucağın daxilinə, 5 bucağın daxilinə isə 7 rəqəmi yazılır. Ən sonda topun üzərində olan bütün ədədlərin cəmi. İndi 6 bucaqlı nədir? Aynen demişəm. 6A üstəl 7B. Bərabər nə? Bərabərdir 204-ə. İndi bunu mən 2-yə vursam, 6A nə olacaq? 10B olacaq da. Yerinə yazsaq, 10B yazsaq yerinə. 17B bərabərdir 204. B buradan alınır 12. B 12'dir. Birdən də B-ni soruşur. Cavab B variantı 12. Yeri gəlmişkən ümumiyyətlə bir şey deyim. Standart toplarda 6 bucaqların sayı 20'dir. 5 bucaqların sayı isə 12'dir. Bu sualı görəndən sonra araşdırmışam. Maraqlıymış. Əvvəl heç ağlıma gəlmir belə bir şey. Fikirləşmək. Yəni standart toplarda 6 bucaqların sayı 20'dir. 5 bucaqların sayı isə 12'dir. 25 və bu da çətin sualdır. A, B, C-də müxtəlif rəqəmlərdir. Deyir, A, B, C-dən böyükdür bu şəkildə verib. A-nın alabiləcəyi müxtəlif mümkünlərin hansını soruşur. Burada A çıx B-yə X desəm, B çıx C-yə Y desəm, C çıx D-yə Z desəm, bunları toplasam, baxın, B-lər gedir, C-lər gedir. A çıx D fərqi olacaq X, Y, Z. Bir yerinə yazaq. A çıx B. A çıx B, X. B çıx C, Y, Z. D çıxa verib. Deməli, D çıxa olacaq mənfi X, Y, Z. Bərabər nəyə? Mənfi 24. Buradan da çıxır. X, Y, Z bərabər olacaq. Vurulsun. Üzr istəyirəm. Burada mən səhv yazdım desəm. Burada mən səhv yazdım. Deməli, X, Y, Z. Toplayanda burada mən vurma yazdım. Toplayanda nə alınır? A çıxdı. X plus Y plus Z alınır. Deməli, X, Y, Z vurulsun. Mənfi X plus Y plus Z bu şəkildə. Bərabərdir mənfi 24. Deməli, X, Y, Z vurulsun X plus Y plus Z bərabər nəyə? 24-ə. 24-ə. Burada da görünür ki, X, Y, Z.
X, Y, Z, X, Y, Z. Ancaq bu halda mümkündür. 1, 1, 4 olanda bu şəkildə mümkündür də. Hasilləri 4 olsun, cəmləri də 6 olanda 4 6 24 olacaq. Başqa cür ola bilməz. Deməli cəmləri 6-dır. Deməli A açıq D fərqi bərabərdir 6. İndi bura nə çıxır? Buradan çıxır ki, A bərabərdir D plus 6. ABC mütləq rəqəmlərdir. D-ni ən azı 0 getirəcəm. D-ni ən azı 0. D 0 çıxar neçədir? A 6 olacaq. D-yə 1 verə bilərik. A 7. D-yə 2 verə bilərik. A 8. D-yə 3 verə bilərik. A 9. D-yə 4 verə bilərəm, çünki A ədəd olacaq. 6, 7, 13. Bu da 17. Toplayanda olacaq 30. Doğru cavab D variantı. Sualların izahı bu qədər. Kanala abunə olmağı və videoları bəyənməyi unutmayın.